Allah'ın en sevdiği burçlardan biri Dolça vardı. Dolça bürcünde olan insanlara diqqətlə fikir verin onlara. En duygusal insanlardı. Dolça bürcünde olan insanların pislik hormonları yoktur. Ancaq yaxşılıqlar üçün yaranıblar. Bir Dolça bürcünde olmaq doğrudan çox xoşbəxtçilik yaşamaqdır. Bir Dolçanın sədaqəti bütün astrolojiyanın sədaqətindən üstündür. Dolça xəyanət etmir, yalan danışmır, safdır, allanır. Bir Dolçanı allatma. Sen Dolçaya değer verip Dolçanı sevsən, Dolça bürcünde olan insan səni dünyada en xoşbəxt insan eder. Dolça bürcünde olan insanlar rəqib tanımayan insanlardır. Hər bir bürcdən xəyanət gözləyə bilərsən, amma Dolçada yoxdur. Hər bir bürcdən yalan da gözləyə bilərsən, amma Dolçada yoxdur. Hər bir bürcü yarı yolda qoya bilərsən, amma Dolçanı qoya bilmərsən. Səbəbini də deyim sənə, çünki Dolça özünü ən gözəl sevdirən bürclərdən biridir. Bir insan həddindən artıq sənə xoşbəxtçiliyi verirsə, o, inan ki, Dolça bürcündə olan insandır. Dolça bürcündə olan insanlar sultan bürcülər adlanır. Çünki Dolçanın ürəyində olmaq, bütün həssasiyyəti, gözəlliyinə yaşamaqdır. Bir Dolça sən həyatıma girsə, heç vaxt səni aldatmaz.